Demək, sizin də qeyd etdiyiniz kimi Ramazan ayı mərhəmət ayıdır, səbr ayıdır, günahlardan arınmaq ayıdır və Ramazan ayı uca Allahın bəndəsinə bir lütfüdür, böyük bir nemətidir. Yəni bu aydan biz istifadə edərək qeyd etdiyimiz kimi çalışırıq ki, Allaha daha yaxın olaq, günahlardan uzaq olaq, insanlara daha çox mərhəmətlə yanaşaq, öz nəfsimizlə mübarizə aparaq və eyni zamanda səbirli olmağı öyrənək. Və uşaqlarla bağlı məsələyə gəldikdə biz birinci onu qeyd etməliyik ki, ümumiyyətlə İslamda bütün ibadətlərdə əsas şərtlərdən biri həddi buluğa çatmaqdır. Yəni, istər namaz olsun, istər oruc olsun, ümumiyyətlə bütün ibadətlər üçün əsas şərtlərdən biri həmin gəncin, həmin şəxsin həddi buluğa çatmasıdır. Yəni, bu da ölkədən ölkəyə dəyişir. Elə ölkə var ki, misal üçün 12-13 yaşda, elə yaş var 14-15 yaşda uşaqlar həddi buluğa çatırlar. Və o mənada İslamda kiçik yaşlı uşaqların oruç tutması vacib deyil. Və eyni zamanda orucun şərtlərindən də biri odur ki, baxın, xəstə insana dinimiz oruç tutmağa icazə vermir. Yəni, oruç tutarkən də insanın sağlamlığı məsələsi mütləq şəkildə nəzərə alınmalıdır. Əgər siz xəstəsinizsə və ya oruç tutacaqsınızsa, bu sizin sağlamlığınıza xələl gətirəcəksə, siz oruç tutmalı deyilsiniz. Çünki insan sağlamlığı, insanın özünün varlığı bütün məsələlərdən daha öndədir. Və ona görə də vacib ibadət həddi buluğa çatandan sonradır. Qaldı ki, daha az yaşlı uşaqlarla bağlı bir mənalı olaraq təbii ki, burada məcburiyyət ola bilməz. Amma bəzi müsəlman ölkələrində belə bir ənənə var ki, bəzən uşaqlar istəyirlər ki, valideynlərlə oruç tutsunlar və əgər buna onların imkanı varsa, bunlar edə bilərlər və ya uşaq bu məsələdə israrlıdırsa, belə bir ənənə var. Misal üçün, günün yarısını onun ruhdan salmamaq üçün, həvəsdən salmamaq üçün günün yarısı istəyən uşaqlar o orucu tuta bilərlər. Amma ümumilikdə isə həddi buluğa çatmayan uşaqlar oruç tutmur və eyni zamanda təbii ki, onlar oruç tutmağa da məcbur edilə bilməzlər.